Ermənistan və Azərbaycan arasındakı anklavlar məsələsi elə həll olunmalıdır ki, həm uzunmüddətli sülh şəraitində birgə yaşayış təmin edilsin, həm də sərhədyanı ərazilərin sakinləri üçün əlavə çətinliklər yaranmasın. Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib. Hökumət rəhbərinin sözlərinə görə İrəvanla Bakı arasında razılaşdırılmış delimitasiya prinsipinə əsasən başkənt Ermənistanın ərazisi hesab edilir. Kərki, Barxudarlı və Yuxarı Əskipara isə Ermənistana aid deyil. Paşinyan xatırladıb ki, Azərbaycan və Ermənistan delimitasiya prosesini 1991-ci il Almata bəyannnaməsi əsasında həyata keçirmək barədə razılığa gəliblər. Bu sənədə əsasən SSR-nin dağılması dövründə mövcud olmuş keçmiş müttəfiq respublikaların inzibati sərhədləri dövlətlərarası sərhədlər kimi qəbul olunur. Paşinyan bildirib ki, müvafiq xəritələrə istinad edilərək Tavuş vilayətinin Kirans kəndi istiqamətində Azərbaycan-Ermənistan sərhədinin bir hissəsinin delimitasiyası artıq baş tutub. Baş nazirin sözlərinə görə gələcək proseslərin də məhz bu baza əsasında davam etdirilməsi ilə bağlı ümumi anlayış mövcuddur. Paşinyan həmçinin qeyd edib ki, Ermənistan yaxın 5 ildə Azərbaycanla sülhü rəsmiləşdirməyə hazırlaşır. Onun sözlərinə görə Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası, sülh müqaviləsinin və digər hüquqi aktların imzalanması, həmçinin iki ölkənin vətəndaş cəmiyyəti və işgüzar dairələri arasında əlaqələrin aktivləşdirilməsi üzrə işləri davam etdirəcək. O, Ermənistan Nazirlər Kabinetinin yeni 2026-2031-ci illəri əhatə edən proqramında Qarabağ hərəkatı məntiqinin olmadığını da sözlərinə əlavə edib. Yeresk, Naxçıvan və Axuruq Türkiyə sərhədi dəmir yolu sahələrinin yenidən qurulması məsələsinə də toxunan Paşinyan, bu layihələrin Ermənistanın dövlət vəsaiti hesabına həyata keçiriləcəyini qeyd edib. Söhbət Yereskdən Naxçıvana qədər olan 1,6 kilometrlik və Axuruq kəndindən Türkiyə sərhədinə qədər olan 12,4 kilometrlik sahədən gedir deyə Paşinyan vurğulayıb. Ermənistan hökuməti həmçinin Türkiyə ilə diplomatik münasibətlər qurmaq və azı 2 müasir nəzarət buraxılış məntəqəsi ilə sərhədi açmaq, eləcə də enerji infrastrukturunu yenidən işə salmaq niyyətindədir. Aydınlıq üçün qeyd edim ki, ermənilərin Artsvaşin adlandırdığı tarixi Azərbaycan torpağı olan başkənt keçmiş Sovetlər dövründə 1920-ci ildə Ermənistana verilib və onun xəritəsinə daxil edilib. Ərazisi 40 kvadrat kilometr olan başkənt 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni eksklavı kimi qalırdı. Ermənistan hökuməti qəsəbənin adını 1978-ci ildə Artsvaşin olaraq dəyişdirmişdi. Başkənt 1992-ci ilin avqustunda erməni işğalçılarından təmizlənib. Kərki kəndi Naxçıvan Muxtar Respublikasının Sədrəh rayonunun ərazisinə daxildir və 1990-cı il yanvarın 19-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Barxudarlı və Yuxarı Əskipara kəndləri isə Qazax rayonunun əraziləridir və hələ də Ermənistanın nəzarətindədir.